çektim gözüme, düştüm çölün düzüne. Dost gezirem özüme, dost gel hardasan, tez gel hardasan. Hello dostlar, bugün sizlerle birlikte muhteşem bir vlogun sizinle birlikte 4. Uşak Kitap Festivali'nde görüşürüz. Dostlar, bilirsiniz bugün ben Tık Hanım olacağım. Korktum korktum gözdeye, ah gözelemem, vah gözelemem. Tık 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 tık, ah gözelemem, vah gözelemem. Tık 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 tık. Sürme çektim gözüme, düştüm çölün düzüne. Ben okumuşam mesela. Dağlarda Gıda Zənciri. Bunların ayrıca kitapxanamızda əldə eləmişəm. Hoş geldin. Sen bugün nağıllar aleminde Tık Hanım rolundasan. İşte birazdan bizim burada ne olacak səhərə? Çıxışımız olacak. Tık Hanım bir yolculuğa çıkacak öğrenmek için. Görək kimlerle karşılaşacak, kimleri görecek, neler olacak. Neler baş verəcək birazdan burada. Dünya yaşıl renktedir, bir ümit mi nakıştır? Krinki bizimledir o, en güzel başlangıçtır. YouTube kanalına girmişsiniz bu hanım bloger. Yaxşı da nit qabı. İndidən gənclərin çoxundan yaxşı danışır, yaxşı da çıxış edir. Çünki indidən üzərində işləyir və anası da üzərində işləyir. Baxmışsınız da çıxışlarına. Necə emosiya ilə, əllərin belə eləyir, gözün süzür, En çok da ondadır. Hamıdan geçecek az. Şimdi siz görün burada nə olur? Yaxşı da Krizlarda akademiya, krizlarda akademiya, krizlarda akademiya, krizlar akademiya. Salam, mən Odlar Yurdu, vətənimiz Azərbaycanda doğulmuşam. İndi isə həyatda nələri öyrənməliyəm deyə səyahətə çıxmışam. Həyatda nələri bilməliyəm, nələri öyrənməliyəm deyə axtarış edirəm. Salam, mən sizi tanıyıram. Hörmətli millət vəkilimiz Ceyhun müəllim. Ceyhun müəllim, deyə bilərsiniz millət vəkilinin əsas işi nədir? Millət vəkilinin əsas işi sizin kimi balaların gələcəkdə daha yaxşı böyüməsi, ölkəmizin inkişafı üçün, parlaq gələcəyi üçün çalışmaqdır mənim balam. Ailə deyirsiniz, bəs yaxşı tərbiyə nə deməkdir? Yaxşı tərbiyə layiqli övlad yetişdirməkdir. Vətən üçün layiqli bir gənci yetişdirməkdir. Ona yaxşı tərbiyə verməkdir. Ona bizim mənəvi dəyərlərimizi aşılamaqdır. Milli ruhda onu böyütməkdir. Bəs sizcə uşaqla münasibətdə 3 qızıl qayda nədir? Əvvəl dinləməliyik, sonra anlamalıyıq, sonra cavab verməliyik. Birinci qaydamız budur. İkinci qaydamız, əvvəl sevgi verməliyik, sonra qayda qoymalıyıq. Üçüncü qaydamız isə ondan ibarətdir ki, hər bir səhvin arxasında bir ehtiyac durur. Tövsiyələriniz üçün təşəkkür edirəm Ceyhun müəllim. Mən bu 3 qızıl qaydanı mütləq qeyd dəftərimə yazdım. Sizə yorulmaz işinizdə uğurlar. Sağ ol, sağ ol. Salam, bilmək olar siz kimsiniz? Salam, mən pedaqoq Aysel Rəsulzadəyəm. Sizin kimi uşaqlara dərs keçməyi, onları anlamaq üçün valideynlərə dəstək olmağı çox sevirəm. Deməli siz mənim məktəbdəki müəlliməm kimi bir
bilirsiniz? Bəli, ola bilərəm, amma fərq odur ki, təkcə uşaqlara deyil, biz valideyn məktəbində həm də valideynlərə öyrədirik. Bilirsən nəyi? Uşaqlarla dil tapmağı, onların dünyalarına daxil olmağı. Valideynlərə məktəb, onlar da məktəbə gedirlər ki, Əslində getmirlər. Ana atalar artıq öz peşələrinə sahib olublar, amma valideynlik peşəsi biraz fərqlidir. Ona görə də burada valideynlərə müəyyən onların arzuları, istəkləri üzərindən qaydalar öyrədilir. Öyrətməkdən bilirsiniz, məndə valideyn məktəbinə aid bir kitab da var. Bir baxa ev bilərəm. Buyurun. Bu mənim müəllifi olduğum kitabdır ki, valideyn məktəbi, ana olmaq kitabı. Sən bunu hardan almısan? Ne yaxşı, bunu evdə anam oxuyurdu. Amma orada təkcə valideynlər üçün deyil, uşaqlar üçün də maraqlı dialoqlar da var idi. Bəli, bəli, sən demək ki, oxumusan. Bəli, mən burada qızlarımla olan maraqlı diyaloqlarımı qələmə alıb kitab halında çapa vermişik. Nə yaxşı ki, oxumusan. Demək ki, bu kitab təkcə valideynlər üçün yox, həm də uşaqlar üçündür, deyilmi? Mən bu kitabı oxumağa davam edəcəyəm. Mənə çox maraqlıdır. Tövsiyələriniz üçün təşəkkür edirəm. Hələlik. Çox sağ ol. Xoş mütailələr o zaman. Buyur kitabını. En güzel başlangıçtı. Salam. Salam. Sən də kitab oxuyursan? Hə, amma bəzən kitabın cümlələrini başa düşmək mənim üçün çox çətin olur. Sən tez-tez kitab oxuyursan? Hə, əvvəllər məndə də elə olurdu. Amma sonra başa düşdüm ki, kitablar da danışır. Amma sakit səslə. Dinləməyə öyrəndikcə anlam da gəlir. Kitablar danışır. Necə yəni? Bəli, bəzən bir cümlə ilə, bəzən bir sual ilə danışırlar. Mən tək oxuyanda darıxıram. Səncə biz birlikdə oxuya bilərikmi? Əlbəttə, bilirsən, birlikdə oxuyanda sözlər daha işıqlı olur. Çünki bölüşdüyümüz hər fikir bizi biraz daha böyüdür. Ən gözəl yol yoldaşlığı elə budur. Öyrənmək tək başına bir yol ola bilər. Amma paylaşdıqca həmin yol çiçək açır. Sən otur, kitabını oxumağa davam elə. Mənim yolum hələ çox uzundur. Sənə yorulmaz, amma mütləq səninlə görüşüb kitab oxuyacağam. Sənə yorulmaz fəaliyyətində olurlar. Hələlik. Əlbəttə, yolun uğurlu olsun. Səninlə. Mən duyğularımı necə başa düşə bilərəm? Siz bunu üç fikirlə mənə izah edə bilərsinizmi? Birinci deyərdim, hisslərini müşahidə elə. Hisslərinə ad qoy. Məsəl üçün hisslərini adlandır. Mən sevindim, mən kədərliyəm, mən qorxdum. Bu şəkildə hisslərini başa düşmək sənə daha rahat olacaq. Və hisslərini ikinci, başqaları ilə bölüş. Bölüşdüyün zaman sən hisslərini başqaları ilə, başqaları səni daha rahat anlayacaq. Və həmçinin də sən də öz hisslərini müşahidə edəcəksən. Üçüncüsü, səhv etdiyin zaman qorxma, utanma, səhvlərindən dərs al. Səhvlərindən dərs aldığın zaman onlar sənin üçün bir təcrübə olacaq. Tövsiyələriniz üçün təşəkkür edirəm. Mən bu üç qızıl qaydamda mütləq yol dəftərimə yazıram. Sizə hələlik sağ olun. Uğurlar əzizim. Gənclər, bura ara, siz hara? Siz nə edirsiniz burada? Necəsən balacın? Sən necəsən dostum? Salam. Sən burada nə edirsən? Mən gəzirəm burada. Sən necəsən dostum? Biz burada böyüklərin bizi anlayıb anlamamaqları ilə bağlı danışırıq. Sən isə kitab oxuyursan. Bəli, bəli. Bu dəyərli millət vəkili Ceyhun Məmmədovun Gənclərə tövsiyələr kitabıdır. Bir cümlə də oxumaq istəyirəm sizə. İnşallah, əziz gənclər, uğurlu insan olmağın yolu çox çalışmaqdan və ağır zəhməyə qatlaşmaqdan keçir. Ona görə hər biriniz daha çox çalışmalı, özünüzü inkişaf etdirməli, bilik və bacarıqlarınızı daim artırmalısınız. Bir daha salam, əziz müəllimimiz və əziz valideynimiz. Biz bu yolda bir çox şeylər öyrəndik. Kimliyimizi başa düşməyi, duyğularımızı başa düşməyi və s. Başa düşdük ki, böyüklər bizi bəzən başa düşməsələr belə, biz özümüzü onlara başa salmağa çalışmalıyıq. Biz öz yolumuzu salmalıyıq, özümüzü kəşf etməliyik. Düzdür, bəzən həyat çətindir, lakin valideynlərimiz və müəllimlərimiz vasitəsilə biz bu yolu daha asanlıqla keçə bilərik. Buna görə sizə təşəkkür edirəm.
Mən də sizə minnətdarlığımı bildirirəm Ceyhun müəllim. Bizə dəyərlərin, güclü olmağın yollarını, sirlərini açdınız həmin bu kitabda. Mən çox şadam ki, siz hər biriniz artıq öz yolunuzu tapdınız. Düzdür, bəzən çətinliklər olur, amma unutmayın ki, düzgün yol hər zaman əzmlə tapılar. Biz valideyn olaraq hər zaman sizə sevgi göstərməli və dəyər verməliyik ki, uğurlu yolunuz hər zaman güclü, qüvvətli olasınız. Əziz uşaqlar, yeniyetmələr, bugünkü çıxışınız, sizin bugünkü düşüncələriniz məni çox bir müəllim olaraq çox məmnun elədi. Və biz müəllimlərin əsas vəzifəsi sizlərə doğru istiqamət verməkdir, sizləri anlamaq və eyni zamanda sizə dəstək olmaqdır, uşaqlar. Ayşe Hanım, ben size de çok teşekkür ederim ki hem valideynlerimizi hem de bizi düşünerek böyle bir valideyn mektebi kitabı yazmışsınız. Sağ olun. Sizin xoşbəxtliyiniz üçün biz valideynlər hər şeyi etməyə hazırıq. Yeter ki, siz sağlam olun və xoşbəxt olun. Gidersen mükemmel Afanım şermetini şermetini Gidersen mükemmel mükemmel Şehit kanı asan toprak Yaparında olmaz toprak Düşmanlarım kanlı satar Gidersen uçanlar Düşmanlarım kanlı satar Gidersen uçanlar Ya sonum yoksa bu vlogumuzun da sonuna geldik. Siz benim vlogumu beğendiniz mi? Mütləq şərhlərdə yazın. Kanalıma abunə olub like atmağı unutmayın. Bildirimləri açın ki yeni videolarda xəbərdar olasınız. Yeni videoda görüşərik. Bye bye. Özgəyə baxdım özgəyə qorxdum gözdəyə Ah gözələmə bax gözələmə tık 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 Ah gözələmə bax gözələmə tık 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 Sürmə çəkdim gözümə düşdüm çölün